Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov ATV kanalına müsahibəsində maraqlı fikirlər səsləndirib. Vüsal Aslanov indiki şəraitdə paytaxt ətrafındakı qəsəbələrin metro vasitəsilə mərkəzə birləşdirilməsinin məqsədə uyğun olmadığını deyib. O, şəhərin mərkəzində metro şəbəkəsinin şaxələndirilməsindən sonra bu istiqamətdə addımların atıla biləcəyini vurğulayıb. Metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm rahatlığına görə hər kəs evinin yaxınlığında istəyir. Digər nəqliyyat növləri ilə müqayisə etsək, metro tikintisi ən çox investisiya tələb edən infrastruktur obyektidir. Yeni stansiyaların yerləri müəyyənləşdirilərkən çox ciddi təhlillər aparılır. Bakı şəhərinin rəqəmsal eskizi mövcuddur. Mövcud olan bütün nəqliyyat infrastrukturu, yaşayış və iş yerləri hamısı həmin proqram təminatında əks olunub. Perspektiv inkişaf istiqamətləri də orada öz əksini tapıb. Çox yerə ehtiyac var ki, biz metro şəbəkəsini genişləndirək, inkişaf etdirək, amma bunu mərhələli şəkildə etməliyik. Bütün inkişaf perspektivləri simulyasiya olunur və ona əsasən biz yeni metro stansiyalarının yerini müəyyənləşdirməyə çalışırıq. Burada incə bir nüans da var. Qeyd etdiyiniz Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyaları tiksək, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud olan və çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər. Ona görə də ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, mərkəzə bir neçə alternativ istiqamətdə gediş-gəlişi təmin etmək, ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər. Məsələn, Xırdalan, Masazır istiqamətləri barəsində də çox suallar verilir. Amma onlara qoşa biləcəyimiz metro xəttimiz mövcud deyil. Yaşıl xətt onsuz da doludur və interval problemi var. Bənövşəyi xətt çox qısa olduğu üçün həmin yükü götürə bilmir və bizim daşıdığımız ümumi sərnişin kütləsinin 3%-ni əhatə edir. Biz Bənövşəyi xətti uzadıb şəhərin mərkəzinə tam inteqrasiya etdikdən sonra və onun üzərində 3 keçid stansiyasını Bakının şimal hissəsindən gələn insanlar çox asanlıqla Xocasən və Avtovağzal stansiyalarından daxil olmaqla metrodan istifadə edəcəklər və həmin keçid stansiyalarından yaşıl xəttə rahat keçib yollarına davam edəcəklər, sədr qeyd edib.